لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. فينبغي للمسلم. Müsəlman şəxs daim qorxu və narahatlıq içində olmalıdır ki, bəlkə etdiyi səhlənkarlıq və nöqsanlara görə orucu və namazı qəbul olunmaz. Əslində Rəbbimiz kərimdir, ona yönələni geri çevirməz. Lakin insan günahları, xətaları, söyüş söyməsi və təhqirləri səbəbilə Allahın müvəffəqiyyətindən, tövfiqindən məhrum ola bilər. Həmçinin müsəlmanları aşağı görmək, təhqir etmək də böyük bir günahdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur, bir kimsəyə şər olaraq müsəlman qardaşını aşağı görməsi kifayətdir. Əgər bir cahil görsən, onu aşağılama, çünki Allah sənə elm bəxş edib. Bir kasıb görsən, onu aşağılama, çünki Allah sənə mal dövlət verib. Bir zəif görsən, onu aşağılama, çünki Allah sənə güc verib. Əksinə, bu nemətə görə Allaha həmd et. Qardaşın üçün afiyət, sağlamlıq dilə. Qəlbin müsəlmanlara qarşı həsədsiz və təmiz olması, istər Ramazanda, istərsə də digər aylarda, müsəlman şəxsin Allaha yaxınlaşdığı ən böyük əməllərdəndir. İbn Əyyaş Əbu Bəkir radiyallahu anhu haqqında belə demişdir. Əbu Bəkir onları namazının və ya orucunun çoxluğu ilə keçmədi. O, onları qəlbində sabit olan bir şeylə keçdi. Alimlər buyurmuşdur ki, Əbu Bəkirin qəlbindəki o şey, qəlbinin müsəlmanlara qarşı təmiz olması və onlara xeyir arzulaması idi. Hafiz İbn Rəcəb rahiməhullah buyurmuşdur, sahabələr məscidlərdə bədənləri ilə insanlar arasında olardılar, lakin qəlbləri uca ərşə bağlı idi. Müminin halı budur, o Allahı ucaldar, neymətlərə görə həmd edər, heç bir müsəlmanı aşağı görməz, müsəlmanlara qarşı mehriban olar, onlara rəhm edər, kiçiklərinə və yoxsullarına şəfqət göstərər. Daim xeyir verər və özünü hər zaman digər insanlardan aşağı görərdi. İbn Vasit Ərəfə günü axşam çağı insanların yanında durub dedi, əgər mən aralarında olmasaydım, Allahın onları bağışlayacağını düşünərdim. Yəni özünü ən günahkar hesab edirdi. İsrail oğullarından gələn bir rəvayətdə deyilir ki, bir gənc İsrail oğullarının məscidlərindən birinin qapısında dayandı. Ona içəri gir dedikdə, o, mənim kimi biri onların yanına girməyə layiq deyil. Mən nöqsanlıyam, günahkaram, mən beləyəm, eliyəm, dedi. Allah o zamanın Peyğəmbərinə vəhy etdi ki, bu gənc İsrail oğullarının ən fəzilətlisidir. Alimlər buyurmuşdur, o, bu fəzilətə özünü aşağı, nəfsini kiçik gördüyü üçün nail oldu. İnsanın özünü digər insanlardan daha üstün və ya daha xeyirli görməsi isə, Allah qorusun, rəzil olmaq və tərk edilmək əlamətidir. Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələri onu, ey ağamız, ağamızın oğlu, ey xeyirlimiz, xeyirlimizin oğlu, deyə məth etdikdə buyurdu, sözünüzü deyin və ya bəzisini deyin, amma şeytan sizi mübaliğəyə sürükləməsin. Mən ancaq Allahın qulu və rəsuluyam. O, həmçinin buyurmuşdur, mən Adəm övladının ağasıyam, lakin bununla fəxr etmirəm. Baxın, o Adəm övladının ağasıdır. Yer üzündə gəzən ən uca şəxsdir. Rükû və səcdə edənlərin ən böyüyüdür. Lakin Allah qarşısında təvazökar davranır. Adəm övladının ağası olmasına rəğmən özünü digər insanlardan üstün görmür. Ey qardaşlar, təvazökarlıq çox uca bir məqamdır. Allah xatirinə təvazökar olanı Allah ucaldar, təkəbbürlük edəni isə Allah alçaldar. Kim Allahın verdiyi bir neyməti təkəbbürlük üçün vasitə edərsə, Allah onu həmin neymətdən məhrum edər. Bizə düşən təvazökar olmaq, qardaşlarımıza qarşı yumşaq davranmaq, onlarla mehriban olmaq və qardaşlıq vəzifələrini yerinə yetirməyə çalışmaqdır. Qoy orucumuz günahlardan və xətalardan uzaq, qəlbimiz isə təmiz və salamat olsun.